Neft daşlarına helikopterlə 15 dəqiqəyə, gəmi ilə 6 saata çatmaq olur. İşçi heyət adaya əsasən gəmi ilə gedir. Səyahətimiz General Əsədov gəmisi ilə başladı. Bu yol, bu dalğalı dəniz bizi möcüzələr adasına aparır. Dünyanın 8-ci möcüzəsi sayılan neft daşlarına. İndi üfüqdə mavi dalğalı dənizi görürük. Birazdan mənzil başına çatacaq. Adını Ginnesin Rekordlar kitabına dünyanın ilk neft platforması kimi yazdıran dəniz üzərindəki şəhərə. Gəmi kapitanı Dəyanət Səfərov 17 ildir ki, sükan arxasındadır. Deyir ki, hər gün bu yolu gedirəm. Gün ərzində adaya gedib gəlmək 11 saat vaxt aparır. Dalğaların şahə qalxdığını da görmüşəm, qızmar günəşdən yaranan rütubəti də. Bu gəmi ancaq neft daşlarında işləyən neftçiləri daşıyır. Hər gün gedirik. Dənizçilik peşəsi aydın məsələdir, çətin peşədir, ancaq şərəflidir. Mən kollektivimdən razıyam. Onlarla bütün çətinliklərə qatlaşırıq və çalışdığımız qədər istəyirik neftçilərə yaxşı xidmət göstərək. Qaraqayaların arasında yerləşən möcüzələr adası əslində özü-özlüyündə bir dünyadır. O dünyanın öz gözəllikləri, öz romantikası var. O dünyada hər şey fərqlidir. Adət etdiyimiz gündəlik həyat tərzindən tutmuş, lap elə problemlərinə qədər. Hərdən adam elə gəlir ki, bu möcüzələr adasında planetin ən romantik insanları yaşayır. Neft daşlarında hər şey qeyri-adidir. Estakadaların düzülüşü şəhəri sanki dəniz üzərində hörümçək toruna bənzədir. Dəniz üzərindəki yollar da qeyri-adidir. Bu şəhərin gecələri belə ayrı bir gözəllikdir. Şəhərin gecələri dənizə düşən əksi, dalğalarda sayrışan işıqlar, ulduzlu gecə bir rəssamın yarada biləcəyi ən romantik peyzaja belə meydan oxuyur. Neft daşlarına 7 gəmi adası da deyirlər. 1948-ci ildə xərclərə qənaət məqsədi ilə bura 7 istifadəsiz iri gəmi gətirilərək Qaradaşların yanında bastırılır. Gəmilər neftçilərə həm ev, həm ambar, idarə və istirahət yeri olur. 1949-cu ildə noyabrın 7-sində yatağın 942 metr dərinliyindən neft fəvvarə vurur və bununla da dənizdə neft çıxarmanın əsası qoyulur. Bu nailiyyətin şərəfinə Qaradaşlar neft daşları adı ilə əvəzlənir. Neft daşlarının kəşfi əfsanəvi neftçi geoloq Ağaqurban Əliyevin adı ilə bağlıdır. Ərazidə ilk kəşfiyyat burğunun yerini məşhur neftçi Yusif Səfərov müəyyənləşdirib. İlk kəşfiyyat quyusunu isə Mikhail Kaverskinin briqadası qazıb. Bu şəhər neft uğrunda qəhrəmanlıq mübarizəsinin cəsarətli təşəbbüslərinin şahididir. Burada hər şey var. Dəniz, torpaq, od, səma və bu şəhər bir insanın nələrə qadir ola biləcəyinin ən vacib nümunələrindəndir. Ucsuz bucaqsız dənizdə, dirəklər üzərində salınan neft daşları insan əlindən əməyi olan zəngin möcüzələrdəndir. Dənizi sevməyən, neft sənayesi sevməyən adam, mənə elə gəlir ki, neft daşlarının neft sənayesində işləyə bilməz. Dənizdən zövq almaq lazımdır. İşlədiyin hər bir işdən insan gərək zövq alar. Neft daşları hər ötən gün nə qədər müasirləşsə də öz təbiiliyini itirmir. Bu gün qəsəbə bəzək düzəksiz, təbiiliyi ilə seçilən, insana, vətənə həssiz sevgi nümayiş etdirən bütöv bir epopeyadır, filmdir. Dənizi ram etməklə, fırtınalara boyun əyməməklə mübariz bir insan obrazıdır neft daşları. Qəribə romantikası var bu şəhərin. Neft daşları təkcə açıq dənizə uzanan kilometrlərlə estakadalar demək deyil. Dünyanın müxtəlif ölkələrindən minlərlə mühəndisin dənizin dibindən neft çıxarmağı öyrəndiyi bir akademiyadır. Neftçilər üçün həyat mənbəyi. Hər hansı bir sıravi vətəndaş üçün həyat ehtiyacları ilə çarpışan ev. Bəlkə də hansısa bir gənc üçün sevgi adası. Bir sözlə, hər küçəsində insan nəfəsi duyulan, hər daşında tarix yaşayan əfsanə bir şəhərdir. Mütəxəssislər deyir ki, azı 35 il möcüzələr adasında neft çıxarmaq mümkün olacaq. Ondan sonra isə qəsəbəni dəniz sağlamlıq kurortu və turizm mərkəzi kimi parlaq gələcək gözləyir. 1999-cu ildə dünya ekranlarına çıxan James Bond'un sərgüzəştləri silsiləsindən növbəti film olan Dünya kifayət deyil filminin bəzi kadrları neft daşlarında lentə alınmışdı. Bu şəhərin sirrini, ab-havasını duyduqca əmin olursan ki, bəli, dünya kifayət deyil.
neft daşları ayrı-ayrılıqda bir dünyadır və bu dünyanın sakin olmağına dəyər. İlqar Qulusoy, Elşad Məmmədov, Lider TV.